Axşamınız xeyir dostlar. İnşallah bugünkü velo yürüyüşümüz Bakıdan Masallı yardımlı lirik turu olacaq. İnşallah çətin bir tur olacaq. İlk sınavımdır mənim. 400 kilometr civarında olmalıdır. Allah'ın izniyle bacaracağım bunu. Özümə inanıram, öz iradəmə inanıram və belə bir dəyərli qardaşlar sayəsində biz bunu bacaracağıq. İnşallah ilk dayanacağımız yer Masallı olacaq. Rəşad hamının tanıdığı Velo Tur, Velo Kafe, Yüklüyüb. Yaşar qardaşımız, o da bir motivasiya verici qardaşdır və ən əsası Samir qardaşımız, sahil qəsəbəsinin döyünən ürəyi. Gedirik, onu da götürürük və yolumuza start veririk. Mütləq isti su, Masallıda isti su. Masallıda isti su. İzləmədə qalmıyor mu? Bəli, Rəşad yenə başlayıb. Biraz Hələ yürüyün yola dedik. çıxmamışıq, indidən başlayıb. Qaqam bu şeydir, Pakistandan gəlibdi, indi istiqamət Hindistan tərəfə gedir. Rəşad, yaxşı da artist eləmədi. Qarnıma yaraşır Rəşad. Bu nə deməkdir? Bu deməkdir ki, Qızğın tur. bizi qıracaq da bugün bu. Bu bizə bugün qan uqturacaq. Sağ ol, güvende o nəsə bir xeyri var səndə qardaşım. Nasıl mütləq qaqacanım. Yəni oynaqlar. Dostlar, biz artıq gəlib çatmışıq sahil qəsəbəsindəyik. Rəşad, Samir qardaşımızla qarşılaşdıq. Orada Yaşar da orada. Hər şey əladır. Hardasa artıq 25 kilometr sürmüşük. Hələ yolumuza xeyli var. İnşallah yaxşı olacaq. Hə Rəşad? Əladır, mən tökülmüşəm. Soyunur. Bundan sonra. Sərləmişəm, amma əladır. Yəni şey 20. Bax, 6 kilometri gəlmişik. Hər şey əladır həqiqətən. Yolumuza davam edirik. 50 kilometrdən sonra dostlar, gəlib çatmışıq artıq Qobustan qəsəbəsindəyik. Hər şey əladır. Səhər saat artıq 5-ə işləyib 16 dəqiqə. Hardasa təxmini bir 150 kilometrdə daha yolumuz qalır. İnşallah bacaracağıq. Dayanacağımız ilk məkan Masallı rayonu olacaq. İnşallah motivasiyamız yüksək dərəcədədir. Orada da hardasa. Dostlar, deməli 76 kilometrdən sonra Salyan rayonu. Buradan bütün salyanları salamlayırıq. Həqiqətən yəni möhtəşəm bir tur gedir. Baxmayaraq ki, zülmət qaranlıqdır, işıq ətrafda yoxdur. Biz təslim olmuruq. Motivasiyamız boldur, enerjimiz boldur və istiqamət Masallıya. Addım-addım hədəfimizə doğru çatmalıyıq. Səhər saat 7. Biz hələ də yoldayıq. Bakıdan Lerikə gedirik. Artıq 100 kilometr sürmüşük. Artıq 100 kilometr sürmüşük. Və Salyan rayonundayıq. Yaşar birdədir. Hər şey aladır. Gəlir. Gəl bir dənə fırlalatım bu daşacan. Çəkin məni, çək. Paylaşırsan. Sən ciddi var. Dəlikdə. Gəlmişik belə ümumi bir kamp eləməyə. Velosipedlərimiz də buradadır, gördüyünüz kimi. Artıq hardasa Masallıya 80 kilometr qalıb. Adə çobanlar da gəldi. Və gördüyünüz kimi bizim süfrəmiz. Rəşad. Salam. Çörəyimizi yeyib yolumuza davam edirik. Sobat yoxdur orada. Elcesi şey sürdüm. Çizgiye. Və nəhayət ki, Biləsuvar rayonuna da gəlib çatdıq Allahın izni ilə. Çox çətindir, hava istidir. Hava çox istidir buralarda. Ha, buyurun. Biləsuvar rayonu. Çətindir. Dostlar, deməli 150 kilometrdən sonra gəlib çatmışıq Biləsuvar rayonuna. Baxmayaraq ki, hava çox istidir. Çətin hava şəraitinə baxmayaraq
susuz qaldığımız da oldu. Amma ki Şükür Allaha. Biləsuvar rayonuna gəlib çatdıq. Buradan bütün Biləsuvar əhlini salamlayırıq. İnşallah Rahat gəldik. məqsədimizə bir şey qalmayıb. Hardasa təqribi 50-60 kilometr qalıb. Biz təslim olmuruq. Şükür Allaha. Davam edirik. İnşallah izləmədə qalın, maraqlı olacaq. Turlarımız Bəli dostlar, artıq Cəllabaddayıq. Yolumuz davam edir. Az bir hissə qalır. Çətin olsa da biz bunu bacaracağıq. Mümkünsüz deyə bir şey yoxdur. Hava da isti. Amma buna baxmayaraq biz yolumuza davam edəcəyik. 175 kilometrdən sonra gəlmişik deməli Cəlilabad rayonuna. Çox ağır tur keçir. Həqiqətən yollar bərbaddır. Buna baxmayaraq biz həvəsdən düşmürük, yolumuza davam edirik. Bizi izləyin, bizə dəstək olun. İnşallah növbəti rayonumuz Masallı rayonudur və orada da bu günlük dayanacağıq. İstirahət edib səhər Lerikə yola düşəcəyik. Bəli dostlar, gördüyünüz kimi 230 kilometrdən sonra Masallı rayonuna gəlib çatmışıq. Çox ağır tur keçdi. Mənim ilk rayon turum idi bu. Bu günlük burada dayanırıq, sabah Lerikə qalxacağıq. O daha bir möhtəşəm bir ağır tur olacaq. İnşallah izləmədə qalın, maraqlı olacaq. Velosiped sürün, sağlam qalın.